Salam, əziz və dəyərli izləyicilərim, gözəl xanımlar, yaxın əyləşin. Məndən çox soruşurdunuz ki, Məryəm xanım, vanna otağında duş qəbul edən zaman ən çox hansı peelinqlərdən istifadə edirsiniz? Mən çox videolarım var, amma bu metoddan da istifadə edirəm. İstədim ki, sizə də deyəm. Amma tez mən indi sizə onu göstərənə kimi ki, ən gözəl, möcüzəvi, ucuz, elə bir ucuz şey deyəcəm ki, üzünüz par-par parıldayacaq. İlk dəfədən şoka düşəcəksiniz. Amma mənim ehtiyacım olduğu üçün mənim əzizlərim, çox xahiş edirəm, istər YouTube, TikTok, Facebook, Instagram səhifəmdən izləyirsinizsə, elə həmən əziyyətimə dəyər verərək ekranı bəyənin, takip atın, tez podpisasiya olun, yəni abunə olun mənim əzizlərim. Gözləyirəm şərhlərinizi ki, görün məni sevirsinizmi, doğrudan da mənim dediklərimə əməl edirsinizmi? Mənim əzizlərim, bunun üçün bizə lazım olacaq dov sabunu. Yəni dov sabununun da poddelkaları olmasın, çox xahiş edirəm. Ştrik koduna baxın. İndi hər yerdə dov sabunu çıxardırlar, amma o dov sabunundan xəbəri yoxdur. Üzünüzə ziyan etmiş olarsınız. Həm də allergiyanız yoxdursa bunu eləyə bilərsiniz. Ümumiyyətlə mən nə deyirəmsə, burada kim nə deyir desin, birinci burada yoxlayın. Əgər qızarmırsa, allergiya vermirsə, təkrar edə bilərsiniz. Dov sabununun desəniz ki, Məryəm xanım, orijinal olmağını hardan bilək? Mənim əzizlərim, çoxunuza ştrik kodunu öyrətmişəm, ştrik kodun nə olduğunu. Bilməyənlər üçün deyim ki, görün burada ştrik kod hardadır, buradadır ştrik kod. Baxın, mənim əzizlərim, ştrik koduna baxmamış almayın. Ştrik kod ilk başdan gələn 2 rəqəmə baxırsınız. Hər ölkənin özünün ştrik kodu var və bu ştrik kodu dəyişə bilmirlər. Misal üçün, bu mən bilirəm ki, Kanadanın da 00 ilə başlayır ştrik kodu. Yəni ki, onu dəyişdirmək mümkün deyil, olmadığı üçün siz də baxmamış almayın. Bizə dov sabunu lazım olacaq və soda lazım olacaq. Mənim belə vanna otağı üçün qablarım var. Yəni sodanı baxın, bu qaba əlavə etmişəm. Adi bildiyimiz pişevoy sodadır. Mən indi deməli sizə göstərmək üçün də həm də özüm eləyirəm. Ona görə sizə dedim sizin üçün də video çəkim mənim əzizlərim. Abadogumuzu taxırıq başımıza ki, saçımız bizə mane olmasın, həm də saçımız batmasın. Gedirəm mən üzümü sabunlamağa. Su ilə heç nə əlimi sabunlayıb, üzümü qəşəng-qəşəng gözümün altı olmamaq şərti ilə üzümü sabunlayıb gəlirəm əzizlərim, sonraki prosesi sizə göstərməyə. Gözləyin. Gəldim əzizlərim, görürsünüz sabunlamışam, bir gözümün altını sabunlamamışam, boğazınızı, dekolte hissənizi də eləyə bilərsiniz. Dov sabununun bayaq yadımdan çıxdı hansını, imenna krem mıllası lazımdır. Və krem mıllası ona görə ki, tərkibində laurinivaya kislota var, laurin turşusu var, çox şeylər var, glitserin var, laurin turşusu var. Bu da o deməkdir ki, dərinizi təzələyir, gözəlləşdirir, ağardır. Kokos yağının da bax, tərkibində laurin kislotası var, turşusu var və yumuşaqlıq, nəmlik verir. Başqa sabunlarla eləsəniz, dovun cürbəcür növü var. O, bu nəticəni əldə edə bilməyəcəksiniz. Həm də dərinizi qurudacaq. Bunun tərkibində krem var və çox əllərinizdə eləyin. Haranızın gözəl olmasını istəyirsinizsə, yaxşı eləyə bilərsiniz. Baxın, adicə yüngül bir prosesdir. İndi mən, baxın, sodanı vururam üstündən. Baxın, bax, sodadır. Bax, beləcə sodanı vururam və başlayıram masaj eləməyə. Həm də ki, bərk-bərk sürtmək olmaz. Bunu yadınızda saxlayın. İndi mən də belə masajımı eləyim, siz də eləyin, görüşəyin yenə. Mənim əzizlərim, mən skrabımı etdim, peelingimi, yəni eləcə sabunun üstündən sodanı sürtdüm. Boğazınızı üstdən aşağı, üzünüzü üstdən yuxarı, bunları yan tərəfə, buranı isə bax belə edirsiniz. Əlinizin üstünü də üzü yuxarıya, üzü aşağıya eləməyin qətiyyən, üzü yuxarıya. Mənim əzizlərim, bu da çox gözəl, ilk dəfədən çox gözəl təsirini göstərəcək. Dov krem sabununu videonun üstünə qoyacağam və mən gedib indi yuyuram. İnşallah yuyandan sonra Bepanthen, yəni duş primat eləyəndən sonra mənim başqa peelinglərim də var. Bepanthen mazı, başqa videolarım var, keçib baxa bilərsiniz. Bepanthen mazı vururam. Uşaqlar üçün də Bepanthen mazı aptekdə satılır, ucuzdur. Onu da qoyaram ekranın üstünə. Vururam və salam. İnanın ki, ilk gözlə görüləcək dərəcədə Məryəm xanım sizə ucuz, gözəl. Bir dəfə sabunu alsanız üzünüz üçün. Ümumiyyətcə, duşda da bunu mən istifadə edirəm, çinmək üçün. Üzr istəyirəm. Siz də çinmək üçün krem mılla, xanımlar, başqa
başqa sabun istifadə eləməyin. Çünki bizim dərimiz həssasdır. Başqaları cızır dərimizi, nə bilim qurudur sonradandan, çox pis təsir edir. Ona görə bir dəfə alanda elə 1-2-3 dəfənizə, 3-4 dəfənizə bəs eləyəcək mənim əzizlərim. Mütləq bundan da istifadə edin. Bilirəm gəlib sağ ol yazacaqsınız. Bir də Məryəm xanımın əgər ödənişli qrupuna girib bütün gözəllik sirlərini öyrənmək istəyirsinizsə, pozitiv enerjimi səhər-səhər sizə göndərməyimi istəyirsinizsə, mənim ödənişli qruplarım var. Artıq hamıya səs salmışam. Bir mütəxəssisə canınızı əmanət edib başqa gözəllik sirlərimi də istəyirsinizsə, buyura bilərsiniz. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Bəylərə də göndərirəm bu gözəllik sirlərindən ki, yoldaşlarına, analarına, bacılarına göndərsinlər və günündən gözəlləşir xanımlarım, dəyərli bacılarım gözəlliklərinin üstünə gözəlliklər gəlir. Mən sizi qəbizlikdən azad edəcəm qrupa girdiyiniz bir gündən. Amma siyenasız, acılıq otusuz, dəvə gözüsüz, nə bilim, mən onlara nifrət etdiyim üçün onlar mənim qrupumda qadağandır. Arıqlama çayı, arıqlama kofesi, arıqlama şokoladı qadağandır ki, sizə satım, özüm varlanım, sizi şikəst edeyim. Bu olmaz. Mənə aid bir şey deyil və aclıq etmək qadağandır. Bir dəfə 20 manat ödəyirsiniz, bir il qrupumda qalırsınız və saydığım bütün bu özəlliklər ki, sizə atacağım gözəllik sirlərimi, bütün hər şeyi bircə dəfə 20 manatın içindədir. Məsləhət özünüzündür. Canınızı mütəxəssisə əmanət etmək istəyirsinizsə, nömrəmi videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Üstə gələk 7 901 288 26 94. Əgər yazırsınızsa, WhatsApp'ım çıxmırsa, demək ki, düzgün yazmırsınız. Çünki bəzən şəxsimə yazırsınız TikTokda zaddakı Məryəm xanım nömrəniz çıxmır axı. Çünki özünüzdən ora nəsə əlavə edirsiniz. Etməyin. Necə tələffüz etdimsə, o cürə də yaddaşa salın. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Mənim əzizlərim, bu dəqiqə biləsiniz ki, mənim özüm hiss edirəm ki, necə dartılır. Yəni bundan da istifadə edin, gəlib sağ ol yazacaqsınız. Sağ olun.